Saliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 17. bölümü başladı. Umay yoxdur. Yox, mən gələndə heç kim yox idi. Ola bilsin dincəlir. Nəsə demək istəyirsiniz? Gəbər eləyək də. Elə bil mən sənə heç nə deməmişəm. Özün şələşüləni yığ, çıx get. Nə baxırsan Əzim? Mən sənə nə demişdim? Demişdim ki, həbsxanada olduğunu heç kim bilməsin. Düzdür? Sən də Şəmsiyə deyibmişsən. Onsuz da səndən birisi səni qovacaq. Elə salamatı, heç kimdən heç nə eşitməmiş, üzü sulu ikən. Özün səbəbi tap, çıx get. Yaxşı. Elə indi get. Sənan gəlib səni burada görməsin. Oldu. Gedərəm. Zeynep. Hara gedirsən? Bayaqdan elə mənə deyir ki, işim çoxdur, çatdıra bilmirəm, yoruluram. Üstəlik də uşağı məktəbə aparıb getirmək lap mənə çətindir. Bir də işdən çıxmaq istəyirəm, mən də dedim getdi. Məktəbə getmək səni yorursa, dayıma deyərəm, Leylanı yenə o aparar. Yox da, mən qərarını verdim, getsin. Yox, getməsin, qalsın. Onu mən gətirmişəm. Mən də deyirəm, getsin. Mən də deyirəm, qalsın. Sən mənim sözümün üstünə söz gətirirsən. Zeynep, sən get otağına dincəl. Narahat olma, get. Get dincəl. Bu nə sifətdir mənə eləyirsən? Mən neynədim ki? Da, neynəyəcəksən ki? Mən ona deyirəm, rədd olub çıxıb getsin. Sən durub mənimlə mübahisə edirsən, özü də onun yanında. Mübahisə eləmirəm. Deyirəm ki, qalsın. Daha mübahisə necə olur ki? Nə demək istəyirsən?
Sən istəyirsənsə qalsın. Burada niyə dayanmısan? Sizi gözləyirdim. Gəl otur. Tələskənlik elədimsə, bağışlayın Elza xanım. Ürəyim dözmədi. Küçəyə də ona görə çıxdım ki, bizim söhbət elədiyimizi Humay görməsin. Əvvəl heç nə başa düşmədim, duruxdum. Amma sonra holda Humayı görəndə başa düşdüm ki, siz onun orada olduğunu bilirmişsiniz. Ona eşitdirirmişsiniz. Afərin sənə. Deməli, zənnimdə yanılmamışam. Sən həqiqətən də ağıllı qadınıymışsan. Sağ olun. Elza xanım, vallahi o qədər inandırıcı danışdınız ki, az qalsın inanacaqdım. Amma sonra birdən yadıma düşdü ki, axı özünüz demişdiniz ki, Humayın yanında qəsdən acı danışacaqsınız. Afərin, halal olsun sənə Zeynəb. Mən işimə davam edeyim. Hə, Elza xanım, güdməyə davam edeyim. Hə, əlbəttə, mütləq. Hələ bizim səninlə qabaqda daha ciddi işlərimiz var. Mən hazıram Elza xanım. Hər şeyə hazıram. Oldu. Gedə bilərsən Zeynəb. Sağ olun. Ürəyim düşdü, elə bildim çıxıb getmisən. Yox, küçədəydim. Niyə? Getmişdim Elza xanımın etibarını qazanmağa. Siz mənə nə demişdiniz? Dediniz axı Elza xanıma xidmət eləməkdə davam edeyim. Aha. Boynuma qoydum. Güya məni qovmağı sizə göstərmək üçün imiş. İnandıra bildin? Bəli. Bilirsiniz niyə inandı? Çünki o məni işə götürəndə özü demişdi ki, Humay xanımın yanında səndən acı dil danışacağam. Elə o sözündən istifadə elədim. Qəribədir, nə əcəb razılaşıb. Onu narahat eləyən əmimgil idi, əmimgil də öyrənib. Görürsən bundan sonra nə tapşırıq verəcək? Arxayın olun Humay xanım. Nə desə, nə soruşsa mən hamısını sizə deyəcəm. Humay xanım, bir sözdə mən soruşa bilərəm. Hə, əlbəttə soruş. Axşam gələn qonaqlar əminizin ailəsi idi. Hə, O bibi dediyiniz qadın da əminizin yoldaşıdır da, hə? Düz başa düşmüşəm. hə, niyə soruşursan ki? O qadın mənə elə tanış gəlir ki. Harda yaşayırlar? Onlar şəhərə təzə köçüblər. Ünvanlarını bilmirəm. Əvvəl harda yaşayırdılar ki? Rayonda, Cığırlı kəndində.
Zeynəb, nə yaman çox sual verdin? Sən onu hardan tanırsan ki? Tanımıram. Tanış gəldi. Dəqiq yadıma sala bilmirəm, amma deyəsən ərimin qohumlarındandır. Ərin Cığırlı kəndindən idi. Yox, Onda oxşatmısan. ola bilər. Ola bilər. Amma yenə də görsəm yaxşı olar. Siz onun ünvanını öyrənə bilərsiniz. Hə, öyrənərəm. Niyə öyrənmirəm ki? Böyük, nə yaxşı tez gəldin? Dərsin olmadı? Müəllimənin işi var idi, ona görə dərsi tez bitirdi. Çöldə havası yox, düşürmüsən deyəsən. İçə bir stəkan çay iç. Eyvaz, bazı üçün bir stəkan çay zəhmət olmasın. Bunu kim çəkib? Nə bilim, kimsə cızma qara eləyib də. Cızma qara nədir? Bu oğlan çəkib. Yo, başqa adam çəkib. Nə qəşəng işləyib. Kim çəkib ki? Bilmirəm. Necə yəni bilmirəm. Dünən restoranda çəkiblər. Daha kim çəkib bilmədik. Vallahi bilmirəm kim çəkib. Yox, demək istəmirsən. Şəmsi ilə oturub söhbət edirdik. Afisant yeməkləri gətirəndə bunu da gətirdi, verdi. Soruşdum ki, bunu kim çəkib? Dedi, bilmirəm, müştəri idi, verib gedib. Əməllicə çəkib, ha? Bir şey yox, Mən içəri girəndən 5-10 dəqiqə sonra idi, gətirdi, verdi. Ona görə deyirəm ki, ayaqüstü kimsə cızmaqarı eləyib. Qaqaş, bu cızma qarıya oxşamır axı. Altında yazını oxumamısan? Bilmirəm, heç nə deyə bilmərəm. Sənə maraqlı deyil. Yox. Çox sağ ol. Eldarın da yanında soruşa bilmədim. Qonaqlıq nə münasibətlə idi? Qonaqlıq deyildi. Şəmsi orada işə girib, ona görə çağırmışdı. Neçə dəfə dedi ki, qonağın olsa gözüm üstə yerin var. Bana bax, istəsən buyur gəl. Mən belə başa düşürəm ki, o münasibəti kəsmək istəmir. Ona görə məni çağırmışdı. Sən danışmısan, zəngləmişdin Şəmsiyə? Yox, o şəkil söhbətinə görə incimişəm ondan. Mən də işləndə xətrimə dəymişdi.
Amma sonra biləndə ki, ana onu döydürüb, söhbətin üstündən keçdim. İstəyirsən zəng elə də, görüşmək üçün imkan da var. Mənim üçün maraqlıdır. O sənə nə demək istəyir? Ürəyimə damıb ki, ata ilə bağlı nəsə deyəcək. Ata ilə bağlı nə deyə bilər ki? Mənim üçün hələ də qaranlıqdır. Az müddət ərzində ata bu qədər pulu necə qazandı? Bəs gəldiyin gün ata ilə harasa getdiniz? O nəsə səndən söhbət elədi. Bəs bu barədə heç nə demədi? Dedi. Nə dedi? Bilirsən Könül, ata elə gözəl yalan danışırdı ki, arzularını elə sevə-sevə uydurub danışırdı ki, inanmamaq utandım. Məncə Şəmsi səninlə bu haqda danışacaq. Amma mənə elə gəlir ki, başqa bir şey deyəcək. Ata Şəmsiyə deyib ki, güya mən kiməsə varlı bir adama nişanlanmışam. Güya ataya da pulu həmin adam verib. Atam nəyinə lazım ki, Şəmsiyə məlumat verir? Gözə gəlməməkdən ötürü. Bizə elə dedi. Sən inandın? Nə deyim? Deməli zəng eləmək lazımdır. Götür yığ. Şəmsi, salam. Məsələn, bura gəldi. Alo. Alo. Səsim gəlmir? Atam gəldi. Sən hardasan ki? Laçının mağazasında. Nə yaxşı zəng eləmişdin? Dedim imkan varsa görüşək, o da ki atam gəldi. Bağışla, danışa bilmirəm. Yaxşı, nə vaxt imkan oldu zəng elə. Üzr istəyirəm, Nathan xanım. Problem yoxdur. Harada qalmışdıq? Musiqiçiləri deyirdim. Müraciət edənlər çoxdur, mənim tanıdıqlarımda var. Bəli. Sənin tanıdıqlarında ola bilər, müraciət edənlər də. Sən hamısının repertuarını al, siyahını tut. Bir də nümunə olaraq bir-iki mahnısını, ifasını mənə göndər, qulaq asam. Bilirsən, bizim restoranda mənim zövqümdən xaric mahnı oxunmamalı. Oldu Nathan. Mənə görə başqa tapşırığınız. Axşam gələn müştərinin narazılığı nə idi? Nəsə söhbətiniz uzun çəkdi. Sən qeyd filan da aparmırdın. Sifariş verən adama da oxşamır. Hansı müştərini deyirsiniz? O masada oturmuşdunuz. Hə, siz Laçılı deyirsiniz. O müştəri deyildi Nathan xanım. Yaxın dostumdur, qonaq çağırmışdım. Çox gözəl. Dedim birdən narazılıq olar. Yox, heç bir narahatlıq falan yox idi. Mən problemli adam deyiləm Nathan xanım, narahat olmayın. Lap yaxşı.
Çox istəyirəm ki, bir də gələndə evimizdə yad adam olmasın. Sana bir söz diyeceğim. Bir de çok samimi şekilde diyeceğim. Bilirim ki boynuna almayacaksın. Ama bil ki adımın senin olduğu kadar buna eminim ki böyle bir söhbət olub. Ben bilirim ki təklikdə olanda Sarıya May hakkında bir kəlmə də hoş söz deməmsən. Nəinki hoş söz. Yəqin ki imkan çatan qədər onu aşağılamısan. Sana Yox, dedim axı. Bilirəm ki boynuna almayacaqsan. Amma görürsən mən səninlə necə səmimi danışıram. Sənan, mənim Sarı ilə heç üst-üstə 15 dəqiqə qoysan, söhbət eləməyə imkanım olmadı. Bax, dünən uşağı polisdən götürdük. Ondan sonra bacısı ilə görüşdü. Axşam mən də evə gələndə yatmağa hazırlaşırdı. Səhər də açılan kimi sən onu aeroporta apardın. Mən yazıq. Təsəvvür elə ki, mən sənin oğluna zəng edirəm. Deyirəm ki, Rüfət, anan içkili gəlib evə. Bilirsən, ha demərəm. Misal çəkirəm. Desəm, nə baş verər? Səndən inciyər. İnciyər. Dalaşar. Dalaşar. Bax, indi uşaqlarımızın xarakterinin formalaşdığı bir vaxtdır. 2-3 ay görmürəm. Gələndə görürəm ki, xeyli dəyişiblər. Rüfəti də bilmək olmaz. Bir də gördün ki, səssiz, səmirsiz gəldi. Belə söz eşidən oğul, nə desən eləyər. Deməli, bərk dalaşmışsınız.
Hə, Elza. Adəmin ortalığı bura qədərmiş. Bu hadisədən sonra ofisə gələr ki, Gələr, niyə gəlməsin? Dalaşmadıq ki. Dedim axı, qərarı onun öz ixtiyarına verdim. o boyda danışan adamdan nə desən gözləmək olar. Bir də gördün gəlib dedi ki, heç ayrılmaq istəmirəm. Yox, inanmıram. Dünən axşam mən onun davranışını gördüm. Məncə elə buradaca bitdi. Sən hüquqşünasla danış, sənədləri hazırlasın. Oğlu gəldi. Qoy görək atası da gəlir. Yox, gəlmədi. Dedim də, dünən axşam özündə sözündə deyildi, çətin gəlsin. Yaxşı budur, sən hüquqşünasla danış, qoy sənədləri hazırlasın. Mən Eldarla görüşüb danışa bilərəm də. Əlbəttə danışa bilərsən. Əgər atası gəlməyibsə, ola bilsin oğluna nəsə deyib göndərib. Qoy gedim öyrənim. Necəsən Eldar müəllim? Sağ olun Azə xanım. Gəlmək olar? Əlbəttə buyurun. Adəm müəllim necədir? Necə olacaq, əla. Həmişə əla olsun. Nə əcəb yoxdur? Dünən qonaqları gəlmişdi. Axşam restorana getdilər. Kişi saat 3-ə qədər yeyib içib. Səhər mənə dedi ki, bugün işə sən get, mən istirahət edirəm. Yəni ki, dincəlir Azə xanım, dincəlir. Hə, lap yaxşı. Əyləş də, sən də əyləş. Rayonda nə işlə məşğul idin Eldar müəllim? Belə bir işim yox idi Azə xanım. Yeyib içib şellənirdim. Hə? Bəli. Bəs Adəm müəllim deyirdi ki, Rusiyada şirkətləriniz filan. O işlərdən atamla Laçın məşğul olurdu. Deməli, sən Rusiyada olmamısan. Xeyr. Hə də, bizim depoda işləmirsən axı. Rayonda bizim depoda fəhlə işləmirsən. 6 ay. O, bilirsiniz necə olmuşdu Azə xanım? Hər necə olmuşdu. Burada nə var ki? Fəhlə işləməyə ayıb deyil ki. Bəs bizim şirkətə necə gəlib çıxdınız? Azə xanım, Əmin qıza dedi. Homay dedi ki, səndən özünə şərik axtarır. da şeydir də Azə xanım. Hər şeyi bilirsiniz. Bildiyiniz şeyi məndən niyə soruşursunuz? Homay da deyə bilər. Başqa bir yerdən də xəbər tuta bilərsiniz. Başa düşmədiyim məqam odur ki, siz niyə qohum olduğunuzu gizlədirsiniz? Azə xanım, xahiş edirəm, o söhbətləri atamla eləyin. Mən o məsələlərə qarışmıram. Bundan sonra atamdan nəsə soruşmağa heç bir mənası yoxdur. Hüquqşünasa tapşıracağım, sənədləri hazırlasın. Atana da deyərsən, xəbəri olsun. Ay ata, niyə belə fikir eləyirsən? Heç elə bil olmayıb. Elə bil ilk gündən getmirsən, təklifini qəbul eləməyib. Nədir, sənə müəllim yoxdur deyə sən özünə iş tapa bilməyəcəksən? Düz demirəm?
Sən o kursdur, dərsdir, nədir, ora getməyibsən, hə? Getmişdim. Müəllimin işi var idi deyə ev tapşırıq verib, evdə hazırlaşacağam. Hoş olsun. Sən məndən ağıllısan, ha? İtiraf eləyim ki, sən məndən ağıllısın. Həyata, qurban olum. Arada bir belə bir tərif də də. Ləzzət eləyir. Hə, könül? Təriflə də ata. Eynəmə uzunuma təriflə. Olanı deyirəm də, bala. Nə tərif? Tərifə ehtiyac yoxdur ki. Bu de, qoşulmadın bizə, gəlib ayrıca iş qurursan. Yaxşı ki, mənlə məsləhətləşmədin. Məsləhətləşsəydin, yəqin ki, bir mız qoyacaqdım. Hə, Eldar? Hayata, sana müəllim də gəlib, bacısı da buradadır. Görüşdülər səndən? Bacısı gəlmişdi. Belə qaşqabaqlı danışdı məndən. Axırda da dedi ki, hüquqşünasa demişəm sənədləri hazırlayır. Hazırlayır, qoy hazırlasın. Elə ona görə zəng eləmişəm. Mən tay burada niyə oturum? Bəlkə gəlim evə? Laçının mağazasına gəl. Oradasan, ha? Hə, buradayım, gəl. Oldu. Nə dedi? Vəssalam, sənin söhbəti qutardım. Bir tərəfdən də elə yaxşı oldu. Lazımsız adamlarla üz-üzə gəlməsək yaxşıdır. Salam Firuzə xanım. Salam. Məni Umay xanım göndərib. Qaynınızın qızı. Sizə xəbər gətirmişəm. Gəlmək olar. Olar, buyur. Mən eşidirəm. Evdə kimsə var? Neynirsən? Narahat olmayın Firuzə bacı. Elə söhbətdir ki, qorxuram eşidən olar. Əgər evdə heç kim yoxdursa, gedək evdə deyim. Umay, mən axşam gəlmişdim. Mənim özümə niyə bir söz demədi səni göndərib? Tək deyildisə, yəqin ona görə deməyim. Yaxşı da gəl. Gel. Gel əyləş burada. Nə oldu Firuzə xanım? Sənə dedim ki, orada otur. Burada oturanda nə olur ki? Yaxşı da gəl otur.
Eşidirəm. Nə xəbər göndərib Humay? Nə oldu? Nə fikrə getdin? Yadından çıxdı? Sən niyə belə narahatsan ki? Mən narahat deyiləm. Neynək? Tək elə olsun. Hə, de də. Mən kənddəki hadisəni Humay xanıma danışdım. Dedi, mən bilmirəm, bibim niyə sənə yalan danışıb. Get söhbət elə, bugün düzünü deyər. Nə kənd? Kənd nədir? Sən nə ağzına gələn danışırsan? Firuzə, sən məni tanımadın? Yox. Görməmsən məni? Görmüşəm, niyə görməmişəm? Dünən Humaygil'də görmüşəm. Sən, dünən. Humaygil'də məni birinci dəfə görürdün. Ay, mən səni hardan tanıyıram? Mən dünən birinci dəfə Humaygil'ə getmişəm. Orada görmüşəm. And içə bilərsən? Ay, o ışığın yanarına and olsun, səni dünən birinci dəfə orada görmüşəm. Balalarının canını and içə bilərsən? De, balalarımın ölmüşünə dünən səni birinci dəfə gördüm. Sən mənim evimdə gəlib nə sorğu-sual eləyirsən? Gəlib mənim evimdə xox gəlirsən? Dur, cəhənnəm ol burada! Yaxşı, Firuzə. Olar bir stəkan su içim. Firuzə! Mən adam öldürüb illərlə həbsdə yatan adamım. Mən özümdən çıxarma ha! De mənə qızını öldürüb həbsdə yatan kişinin adı nə idi? Hə? Eldar gəldi. Xeyirli olsun Laçın. Ne yaxşı ağlıma geldi, şokolad aldım. Kardeşine bir çay təşkil elə, mağazanın şirinliğini yiyeyim. Ay, çay şokoladla için benim hesabıma. Ay, cığırının meşəsində deyilsən, Nə böyürsən? Özün adam kim apar? O nə sözlər deyirsən qardaşım? Görmürsən ata? Qışqıra danışır axı. Ayıbdır. Sən dediyin ayıb deyil. Böyürmə nədir? Heyvandır, böyürsün. O heyvansa onda mən kiməm? Ağzının danışığını bilmirsən. Sən də qələtin elə sus. Düz deyir də, qışqırma ki o sözə eşitməyəsən. Hamınız dəhşət sizi. Ağzımı açan kimi danışmağa peşman edirsiniz. Xahiş edirəm, dalaşmayın da. Çay gətirim. Hamımız şokoladla çay çək. Bəlkə ailəlikcə restorana gedək. Sənin də keyfin yoxdur. Gidə yeyinin asılsın. Anaya da xəbər verək, hazırlaşsın. Elə təsəvvür eləyən ki, mənim mağazamı qeyd edirik. Belə də baxanda yaxşı fikir edin. Hə, qızım? Eldar qaqaş, anaya zəng vur, hazırlaşsın. Düz deyir.
Zəng elə qoy Firuzə hazırlaşsın. Ne oldu? Çağırır. Açmır. Yəqin əlində işi var da, ya da eşitmir. Zəng eləməyin nə mənası var ki, evdədir də. Onsuz da gedib götürməliyik. Bəlkə gedək? Hansı restorana gedirik? Restorandan çox restoran var ata. Ürəyin hansına istəyir gedə bilərik. Lap axşam mən getdiyim restorana gedə bilərik. Deyəsən Şəmsinin qonaqlığı ləzzət edib. Nə şəmsi? Mənə ağıl verən şəhərli oğlum axşam Şəmsi ilə oturmuşdu. Şəmsi ilə oturmamışdım, Başqa uşaqları dəvət eləmişdilər. Təsadüfən Şəmsi ilə rastlaşdım. Mən də çıxanda Şəmsi məni yola saldı. Axşam elə demirdin axı. Axşam səni cırnatmaq üçün elə deyirdim də qaqaş. Şəmsi orada işləmir ki. Hə, Bəs bizi hara aparsan? narahat olma. Mənlikdir. Darvazanın səsini eşitdim, elə bildim atamdır. Həmid kişi gəlməli idi. Atamın adını hardan bilirsən? Xəstəxanada görmüşdüm axı. Bu gör heç yadıma düşür. Xəstəxanada özünüzdə deyildiniz ki. O da düzdür. Bibimi görə bildin? Yox, Evi tapa bilmədin? evi tapdım, amma qapının zəngin bastım, açan olmadı. Niyə? Bibim də evdə olmalıdır, könül də işləmir. Bilmirəm Umay xanım. Zəngi bastım, sonra qapını da döydüm. Açan olmadı. Gəl könülə zəng eləyim, görüm hardadılar. Salam Könül. Necəsən əmi qızı? Deyəsən evdə deyilsən, nəsə maşın səsi gəlir. Hə, bəs Firuzə bibi hardadır? Hə, yaxşı. Evə çatanda onda mənə zəng eləyərsən də. Oldu. Nə dedi Umay xanım? Dedi ki, evdə deyillər. Firuzə bibiyə də zəng eləyiblər, telefonu açmayıb, narahat olub evə qayıdırlar. Yəqin evdə tək olub deyə qapını açmayıb. Ya da evdə olmayıb. Nə bilim, gözləyə də, qoy evə çatsınlar, zəng eləyib deyərlər yəqin. Çıxart da üst geyimini, çıxart. Xanım, elə bil, əmingillə münasibət o qədər də yaxşı deyil. Niyə elə fikirləşirsən? Gördüm də, axşam gördüm münasibətiniz soyuqdur. Heç əminiz içəri keçmədi. Siz də indi bibinin özünə zəng vurmadınız. Yox, ağıllı qadınsan. Şahidən güclüdür. Siz də çox ağıllı qızsınız Umay xanım. Həmişə sizə qulaq asanda mənə elə gəlir ki, bir dəfə böyüyüb, sonra balacalaşmısınız. Əyləş, gəl otur.
Sən mənə xəstəxanada hər şeyi itiraf elədin. Ona görə sənə inanıram. Bu bir. İkincisi, bilmirəm niyə, amma sənə dəhşət qanım qaynayır. Ona görə sənə hər şeyi danışacağım. Bilirəm ki, səndən söz çıxmaz. Mənim əmim qızı, Könül Varan, o dayımla evli idi. Hə, Zeynəb. 2 il evlilikləri tamam olmamış, bibim onları ayırdı. Qoymadı ailə olsunlar. Ondan sonra da bizim ailələr arasında soyuqluq yarandı. Bizdə ən böyük problem də odur ki, biz qapı qonşuyduq. Əmin uşaqlarının da bir yerdə böyümüşük. Ən çox da Laçından yaxınıydıq. Bir-birimizi çox istəyirdik. Laçından? Hə, amma onunla görüşə getməyimin səbəbi bu deyil. Əmin başımıza bir oyun açmışdı. Gedirdim Laçından o məsələni danışmağa. Sənandan icazə almışdım, o hər şeyi bilirdi. O problem nə idisə onu həll eləyə bildiniz? Hə, həll elədik. Çox şükür qızım. Üzr istəyirəm Allah xanım. Bilmədim ağzımdan çıxdı. Problem deyil. Sən gəlmirsən? Yox, mənim geyimim normaldır. Ananı götürün gəlin. Eller, bir dəqiqə bura gəl. Sən də geyimin normaldır da, geyimliyə niyəsən ki? Könüllü çox istəyirsən, bacımız da. Nə olub ki? O olub ki, sən də anıya qoşulub arvada ağızlıq eləmə. Pisdir, yaxşıdır da, keçmişdə qaldı. Şəmson həyat yoldaşı olub. Görürsən ki, ikisinin də bir-birinə meyli var. Gərək bacımızın tərəfini saxlayaq. O pis arvadlar olur, qızları boşanan kimi hamısı eyni söz deyil. Təkcə bizə görünməyib ki. Sən də elə olma. Mənim Şəmsidən zəhləm gedir. Yaxşı. İki daşın arasında bu söhbətin yeri deyil. Heç nə, başqa söz deyəcəkdim. Bu da daha keçdi. Gedərik başqa restorana, birdən Şəmsi orada olur. Firuzə. Ay Firuzə. Ha, bu yox deyildi. Firuzə. Ata! Ana! Ne oldu lan? Ana ne oldu? Buna ne oldu lan? Firuzə. Ha, qardaşlarını çağır. Firuzə. Ay kız. Ha, ne oldu? Adem. Ha. Ha, ne olub sənə? Mən hardayam? Harbi olacaqsan evdə. Su ver mənə. Hoş geldin Ayata. Kapıda niye dayanmışsan? Ata ne olub? Ne olur? Özünde sözünde değilsen ne olub? Evdə kimsə var. Yok hiç kim yoktu.
Hə, bax, yaxşı oldu. Yaxşı ki, heç kim yoxdur. Gəl bura qızım. Ay ata, qorxutma məni. Nə olub? Qızım, evdə dəqiq heç kim yoxdur da. Hə, təkəm. Qızım, sən gedib yoxlayanda pul dəqiq oradaydı da. İndi yoxdur ki. Elə ona görə qurmuşam. Gedirəm ki, boş xəndəkdir. Qazı pulu çıxardıblar. Ola bilməz. Ola bilməz deyil, qızım, olub. Pul yoxdur. Sən baxanda açıb çantanın içinə də baxdın da. Hə ata, qazdım, açdım çantanın içinə də baxdım, pulu əlimə də götürdüm. Belə salafana bükülmüş, səliqəli yığılmış. Ay sağ ol da, indi yoxdur. Nə pul var, nə çanta. Neynəyəcəksin ay ata? Deyirəm, bəlkə polisə deyək. Nə deyək? Pulların uğurlandığını da. Yox. Oturaq. Polisə demək olmaz, qızım, deyə bilmərəm. O pullar qara pullar idi. Ortaya çıxsa, mənim əlimdə tutulsa, gərək təzədən gedəm həbsə. Ata, sən niyə bu işə razılaşmısan? Daldan atılan daş topuğa dəyəsin. Daha olan olub da, böyük səhv eləmişəm. Sən səhvi bilirsən, orada eləmişsən. Sən gərək pulları bastırmazdın. Evdə saxlayırdın. Ay qızım, evdə saxlaya bilməzdim axı. Evdə saxlamaq olmaz deyə. Polis gələndə həmin vaxt pulu bastırdığımız günün axşamı gəlmişdi. Hala görəndə quruyub qaldım. Dedim, yəqin pula görə gəliblər. Yaxşı şəhətdə bastırmışdıq. Evdən çıxsaydı, mən yəqin hələ də həbsdəydim. Vallahi. Evdən silah çıxanda çaşıb qaldım. Amma səsimi çıxartmadım. Dedim, birdən həyat bacağında axtararlar. Ata, şimdi neynəyəcəksən? Gec tezi var da. Bu adam axır əvvəl gəlib bu pulu səndən istəyəcək axı. Ümidim də elə birdən ona qalıb. Nəyə? Mənə elə gəlir ki, pulu elə Cahangir özü gəlib aparıb. Bilirsən, elə fikirləşirəm, qızım. Başqa heç bir yer qazılmamışdı. Yəni, pulu axtarmayıblar. Ancaq pulun yerini bilən adam, özü bastıran adam gələr, o cür qazar çıxardar. Tək elə olsun. May, nə sən ana, nə də baldızına bu barədə heç nə demək olmaz ha. Eşidirsən məni, fikrim məndədir. Hə, ata, arxayın ol. Bilsələr ki, mən belə qara işlərə baş qoşmuşam, mənim haqqımda nə fikirləşərlər? Ata, onda sən də özünü belə aparma, özünü ələ al. Sən on gəlib səni belə görsün, soracaq ki, nə oldu? Hə, o da düzdür. Yaxşı qızım, çalışaram. Sən ondur? Yox, səndən olsa maşının səsi gələrdi. Qulluqçu qadındır, adı Zeynəbdir. Salam, xoş gəlmisiniz. Salam, çox sağ ol. Sağ ol. Açsan nədən? Yox, ay qızım, mən ac deyiləm. Gedin bir siqaret çəkim.
Yoldan gəlib, yorulub, sən ona fikir vermə. Yeməyi qızdır. Bəlkə kim çağıraq? Lazım deyil. Yaxşıyam indi, yaxşıyam. Bəs necə oldu Ayana? Elə durduq yerdə ürəyin getdi. Çörək almağa getmişdim. Qayıtdım. Çörəyi qoydum. Birdən qulaqlarım batdı. Gözüm qaraldı. Sonra? Sonra heç də yadımda deyil. Adəm. Hı. Mən ayılanda nə dedim? Soruşdun ki, hardayım? Hə, deyirəm də. Heç də yadımda deyil. Ona nə oldu? Sənin gözün heç nədən niyə qaralsın ki? Elə şey təzyiqdən olur. Səndə də təzyiq yoxdur axı. Bəs ona görə deyirəm də, həkim çağırmaq lazımdır. Sənə nə oldu, ay bala? Dayan görüm hirsim soyuyur mu, özümü əl ala bilmirəm. Sən niyə hirslənibsən axı? Bilmirsən niyə hirslənmişəm həyata? Onlar uşaqdılar, qanmırlar. Anamın da vəziyyəti elədi. Bilmirsən niyə əsəbləşmişəm? Hamısı o hadisəyə görədir də. Vurdun, xəstəxanalıq elədin. İndi nə qədər niyə huş özündən getmirdi? İndi nə qədər niyə belə şey olmurdu? Allah şeytana lənət eləsin. Nə fikirləşirsən? Nə sözün var, de. Nə sözüm olası de. Mən gedirəm. Hara gedirsən? Buradayım, qapının ağzındayım. Gəzişim qoy özümü əl alam, özümü əl ala bilmirəm. Laçın, qadan alım, xahiş edirəm. Qoy, könlü çağırın bir yerdə gedin. Əhvalım mənə açmadı. Narahatam. Hə, yaxşı. Laçın, Hə. eşitmirsən məni? Hadi buradayım da qapının ağzındayım. Gəzişirəm, denən gəlsin. Geldim Gagaş, geldim. Küçəyə niyə çıxdın? Ki, bilirəm ki, əsəbləşmişəm, bir yerdə dura bilmirəm. Nəyə əsəbləşmisən? Ya anam belə olmağına da, ata vurdu, yarımdan elədi. Hə, ataya əsəbləşmisən? Elə atıya da əsəbləşmişəm, şəmsiyə də əsəbləşmişəm. Elə bir uşaqdırlar. Ana düşürməmiş hərəkət eləyir, buradan şəmsi şəkil göndərir, buradan da dədəmiz qolun gücünü yoxlayır. Bu de, bu da axırı. Əsəbləşməyim, neyniyim? Olan oldu keçən keçdi də. Gəl gedək evə. Hər şey yox, Əsəbiyəm, atanı hazırlayaram.
Onsuz da hamının qanı it qanına dönüb. Bir tərəfdən də sənin fikirləş. Şəmsiyə deyən lazımdır, ay Əzilaf. Ailənlə barışmaq istəyirsənsə, buna hoqqadı çıxartırsan. Bəlkə gedək Şəmsiyyənin yanına? Niyə? Gedək hadisəni başa salım, izah eləyim. Deyim, əgər sənin yenə ailə olmaq fikrin varsa, lap mən şərait yaradıram. Gəlsin atadan da, anadan da üzr istəsin. Mən utanıram axı. Nədən? Mənim yanımda Şəmsi ilə elə söhbət eləyəcəksən? Ha, onda qayıt yerə özüm gedirəm. Yox, qayıtmıram. Niyə? Qorxuram. Nədən qorxusun? Gedib dalaşacaqsan. Sən də uşaqsan, Dünən çörək kəsdiyim adamla bugün yumruq davasına çıxacam. Gəl, uzaq başı ayrı masada oturaram, kişilikdə danışaram. Görüm nə deyir. Razılaşsa lap hamını apararam ora. Həm qolluqlarında durar, həm də üzr istəyər. Bəlkə belə yavaş-yavaş aranı düzəldə bildim. Daha işte yox, dayına. Höcətli eləmə. Sabah səni aparaq həkimə. Qızı hara göndərdin? Azlaşın əsəbləşib dedi, buralarda gəzişirəm. Dedim, birdən ora-bura gedər. Könlü göndərdim, o yanımda olsun. Laçın indi nəyə qızışıb? Dur əyə, açın niyə qızışıb? Xoşbəxt adamsan da, başın işləmir. Bilmirsən nəyə qızışıb? Anan hoqqa çıxartdı, onu vurdum, deyir, onun fəsadıdır. Dayı denən sənə əsəbləşib də. Elə mənə də əsəbləşib, anana da əsəbləşib, Şəmsi ölmüşə də əsəbləşib. Bu söhbətdə ki, mən yazığın günahı yoxdur. Hirsini mənim üstümə nəyə dökürsən? Ay kişi, birdən gedib Şəmsi ilə dalaşar. Könüllü də elə ona görə göndərdim ki, yanımda olsun, nəzarət eləsin. Qadınam, sən gələ, geri qaytar. Narahat olma. Qıza tapşırmışam, o bir yerə getmək istəsə xəbər eləyəcək. Durduğu yerə işə düşdü. Öz səhvliğin cəzasıdır da. Onu demirəm, Bəyək Laçın buradaydı. Düzünü deyə bilmədim. Mən belə durduğum yerdə gözüm qaralmadı ki. Və nə oldu? O Səlangildə qulluqçu işləyən arvad var, Dönən sənə demişdim, Hə. O gəlmişdi. Nəyə? Sən bilmirsən kimlə danışırıq, amma görmüsən. Həmid gün həyətinə gəlmişdi, kəndə. Axırıncı dəfə gedəndə qovdum qapıdan. Yadıma düşdü. Qaranq boydadır. Xırtdayından tutub dizinin altına qoya bilmirdin. Heç olmasa bizi çağıraydın. Heç ağlıma gəlməzdi, heç fikirləşmədim ki, birdən bıçağı götürdü, dirədi boğazıma. Mənə dedi ki, mən adam öldürüb həbsdə yatan adam.
Biz atamla gedirik, aparıb evi göstərirəm. Amma özünə heç də deməmişəm. Yəqin ki, qaydanda hardasa oturacağıq. Yəni, siz bizi gözləməyin. Çox sağ ol Sənan. Hələlik. Elzan gözləyə-gözləyə ləngidik, Sənan gildə getdilər. Yemək yeməyəcəklər? Yo, dedi ki, hardasa oturacaqlar. Əminiz qızı deyəsən zəng eləmədi. Ayda, atam gəldi, təmiz yadımdan çıxdı. Birazdan mən özüm onu zəng eləyərəm. Salam, xoş gəlmisiniz. Təşəkkür edirəm. Şəmsi müəllim lazımdır. Şəmsi müəllim yoxdur. Bugün gəlməyəcək. Bilmirəm. Elə yaxşı ki, yoxdur qaqaş. Gedək. Oturaq gözləyək 5-10 dəqiqə. Bəlkə gəldi. Keçid axı, indən sonra çətin gələr. O bayır da soyuqdur da. Ən azından bir kofe içək. Gələr, gəlməz də ki, gedərik. Əlbəttə, buyurun. Çox yaxşı kofemiz var. Əgər Şəmsi müəllim də vacib lazımdırsa zəng eləyərəm. Təşəkkür edirəm, xanım. Humaydı. Aç da gözləyirək. Alo? Hə, Humay? Nə deyim? Hər vaxtın xeyir. Yox, evdə deyiləm. Ailəlikcə restorana gəlmişik. Hə, indi yaxşıdır, narahat olma. Hə, niyə gəlmirəm? Gələrəm. Oldu əzizim. Elə buna görə zəng eləmişdin? Yaxşı. Mütləq Arxaynov. Hələlik. Bir ananı soruşdu. Bir də dedi ki, bizə gələ bilərsən. Deyir, dünən bibi yanımızdaydı deyə rahat söhbət eləyə bilmədik. Vaxt elə bizə gəl. Getməyim? Yox, get. Niyə getmirsən ki? Üzümə baxdın, dinlənmədin. Dedim, yəqin narazısan. Yox, mən telefonu fikirləşdim. Ana qaytarır. Ofisant yaxınlaşıb sizə. Nə qulluq eləyəm? Qulluq sahibi ol, heç nə lazım deyil. Ancaq kofe içəcəyik, onu da xanıma dedik. O zəng elədi sənə? Sizə Natəvan xanım özü yaxınlaşdı. Adını bilmirəm, bir dənə xanım idi. Ofisant deyil, o buranın sahibidir. Hə? Lap yaxşı. Yaxşı, əyləş. Görüm kofenizi niyə gecikdirirlər.
Nuş olsun. Sağ olun. Pek darıxmırsınız? Yox, hər şey yaxşıdır. Bir narazılıq yoxdur. Yox, hər şey qaydasındadır. Tək elə olsun. Qardaşınızı burada ikinci dəfədir görürəm. Keçən dəfə də, indi də Şəmsi ilə uzun uzadı nəsə danışırdılar. Şəmsinin davranışından belə başa düşdüm ki, üzrxahlıq eləyir. Narahat oldum. Anlaşılmazlıq yoxdur. Yox xanım, narahat olmayın. Hər şey qaydasındadır. Tək elə olsun. Laçın gəldi. Nuş olsun. Nə deyirdi? Elə bilib Şəmsi ilə mübahisə eləyirsiniz. Hə. Nə danışdınız? Vallahi Şəmsi yaxşı oğlandı. Anamız niyə bununla prinsip aparır, mən bilmirəm də. Deyən kimi üzrxahlıq elədi. O da peşman oldu. Düz aramızdır. Günah anamızda olub bax. Bu da kişi xeylağı, hirs vurub beyninə. Nəysə, şeytana lənət. Dedim, ailəmi götürüb gəlmək istəyirəm. Deyən kimi razılaşdı. Dedi, gözümüzdə yeriniz var. Buyurun, gəlin, qulluğunuzda durun. Atandan da, anandan da üzr istəyim. Yaxşı adam daha nətər olmalıdır? Atadır. Burada açsam musiqinin səsini eşidəcək. Gecdir, gedəyik. Bayırda danışaram. Fikirləşirəm, bir yana çıxa bilmirəm. Bu boyda təsadüf ola bilməz axı. Neçə aydan sonra kəndə get, gedən kimi də bu qadın çıxsın qabağına. Sonra da ged onu Humaygildə gör. Yox, Firuzə. Bu boyda təsadüf day problem yoxdur. Əmisi qızıdır. Könülü göndər Humaygilə, qoy söhbət arası elə-belə soruşsun. Yaxşı. Ehtiyatla hərəkət eləməliyik. Bəlkə səhv fikirləşirik. Özümüzü yandırmayaq. Ayətə bir sual vereyim. Ver görüm. Ana deyir ki, bıçağı çəkib Həmid əminin adını soruşub. O qadın Həmid əminin adamıdırsa, onun adını niyə soruşur? Hə, Həmidin adamı döyüldüsə, xeyir ola. Humay zəng eləyib
10 gün atam burada qalsa, sən etiraz eləməzsən. Eləcə qızına tapşırıq verirdi. Sözün əvvəli də axırı da tapşırıq idi. Nə deyirdi ki? Axşam könlü də götürdüm, getdik Şəmsin yanına. Elə belə söz arası olmaydan soruş görüm. Bu evlərində işləyən qonluqçu kimdir, nədir, nəçidir? Onların evlərinə hardan gəlib çıxıb? Şeytana lənət deyək. Cavan yaşda kim səhv eləmir ki? Ağlıma da gəlməzdi ki, bu əhvaldan gəlir. Evdə mənə başqa söz demişdi. Görürsən ki, qanımız artıb sormaq istəyirsən. Ona görə gənə kimi qızdan yapışıbsan. Mən bağışla. Lakin bu adam kimdir? Qohumdur. Həmin adamdır da məni vuran. Saliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 17-ci bölümü bitdi.